Ardabil şəhərində Ardabil Haftası və Şeyx Səfiyyəddin Ardabili gününün tədbirinin keçirilməsi göstərir ki, Ardabil vilayətində İran və Azərbaycan Respublikası arasında olan əlaqələrinlə bağlı nə qədər potansiyel vardı. Müxtəlif sahələrdə, o cümlədən mədəni, elmi və tarixi tədqiqat sahələrində. Bu tədbirdə Azərbaycan Respublikasının bu nümayəndə heyətinin iştirakı da bunu göstərir ki, bu müştərək ortaqlıqlar əsasında Azərbaycan Respublikası da maraqlıdır ki, əlaqələri genişləndirsin. Bu nümayəndə heyətin tərkibində Elmlər Akademiyasının prezidenti, eyni zamanda Milli Məclisin deputatı və Mədəniyyət Nazirliyinin müavini iştirak etmişdi. Bu da özü göstərir ki, müxtəlif sahələrdə, o cümlədən elmi sahədə, həmçinin mədəniyyət sahəsində və eyni zamanda parlamentlər arası sahəsində biz çox işlər apara bilərik. Və bu tədbirin çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti İran Mədəniyyət Naziri ilə görüşü oldu. Bu görüşdə iki ölkənin mədəniyyət sahəsində olan və gələcək perspektivi müzakirə olundu. Belə qərara gəlildi ki, keçmiş razılaşma və olan sənədlər, xüsusilə mədəniyyət günlərinin keçirilməsi barədə həm İranda və həm Azərbaycanın müxtəlif şəhərlərində tədbirlər hazırlansın, ən qısa zamanda bu həyata keçsin. Eyni zamanda deputatlar arasında görüş keçdi və bu görüşdə parlamentlər arasında olan əlaqələrin vəziyyəti və gələcəkdə olan proqramlara toxunuldu və belə qərara gəldilər ki, məclislərin arasında olan əlaqələr güclənib və bu sahədə heyətlər mübadilə olunsun. Və bu da onu göstərir ki, bütün imkanlardan da iki tərəf maraqlıdırlar ki, istifadə etsinlər və özlərinin töhfəsini bəxş edib, iki xalqı bir-birinə yaxınlaşdırıb, iki ölkənin əlaqələrini genişləndirsin. Bu sahədə mən istəyirəm Ardabil Ustanında olan xüsusi potansiyellərə toxunam. Bu potansiyel nə fəqət iqtisadi sahədə ki, əlbəttə iqtisadi sahədə bu potansiyel çox güclüdür. Müxtəlif sektorlarda biz görürük. Kənd təsərrüfat sahəsində, sənaye sahəsində, nəqliyyat sahəsində, ticarət sahəsində, eyni zamanda mədəniyyət sahəsində bu potansiyellər vardır. Xalqlar arasında olan əlaqələr və onları gücləndirmə bir əhəmiyyətli məsələdir. Bilirsiniz ki, illər boyu, tarix boyunda bizim xalqımız bir-birinlə bir yerdə və bir vahid şəraitdə əlaqələri olubdur. Eyni zamanda çox insanların qohumları sərhədin iki tərəfindədir. Bu əlaqələri yenidən bərpa etmək və asan şəkildə gediş-gəliş təşkil etmək bir ümumi istəkdir. Ümid edirik ki, gələcəkdə, yaxın gələcəkdə bu şərait yaranacaq ki, iki xalq çox asan şəkildə gediş-gəliş edib və bu qeyd olunan ortaqlıqlar və eyni zamanda əlaqələrə bir təkan verib və onun əsasında biz şahid olaq ki, iki ölkə bir-birinə yaxınlaşır.